Bakının memarlıq incisindən danışdıq və ən əsası mövzumuz bizim üçün çox həssas idi. Mən gənc memarımız Nigar xanım Seydə də təşəkkürlər bildirirəm ki, dəyərli fikirlərini bizimlə bölüşmüş oldu. Öz fikirlərini söylədi. Azərbaycan üçün qadın hər zaman ön planda dayanır. Qadın cəmiyyətimizin aparıcı qüvvəsidir və bu layihənin yaranma səbəbi də qadınların özünü tapmasıdır. Və təbii ki, Azərbaycan televiziyasında olaraq hər zaman biz qadınlarımızla bağlı, ilklərə imza atan qadınlarla bağlı həm verilişlərin hazırlanması, həm filmlərin çəkilməsi, sənədli filmlərin təqdim olması istiqamətində maarifləndirici işlər aparırıq. Və biz bilirik ki, məhz Cumhuriyyətdə də ilk səsvermə hüququ Azərbaycanda idi, Azərbaycan qadınına verilmişdi və bu da bütün dünya üçün və xüsusilə Qafqaz üçün önəmli addımlardan biri idi. Bizim üçün qadın hər zaman önəmlidir və bu həssas sujetimizdə də bir çox məqamları öyrənmiş olduq. Hal-hazırda isə övladlarımız, qızlarımız təhsil alırlar, dünyanın bir çox xarici ölkələrində təhsillərini davam etdirirlər və Azərbaycan adına da uğurlara imza atırlar. Memarlıq nümunəsindən, memarlıq incisindən danışdıq, amma əsrlərdir ki, bu memarlıq nümunələri, memarlıq inciləri qorunub saxlanılmaqdadır. Hər hansı bir təbii fəlakət olduğu halda da onların az zərər gördüklərini görürlər. Hal-hazırda bu zəlzələ mövzusuna keçid edəcəm ki, orada da tikililər zamanında bu kimi hadisələr qabaqcadan memarlar tərəfindən nəzərə alınırdı. İndi də ölkəmizdə yeni tikililər var, bunlar nəzərə alınır. O ki, qaldı yaşayış binalarına. Bax, burada da həssas məqam ki, əgər təbii fəlakət olarsa, xüsusilə zəlzələ olarsa, təxliyə planları ilə bağlı, zəlzələdə özümüzü necə müdafiə etməliyik, toplama məntəqələri var, toplama yerləri var ki, hər bir evin qarşısında olmalıdır. Bunlar nə dərəcədə qorunub saxlanılır, maarifləndirmə işləri necə gedir? Ona görə də hal-hazırda qonağımı dəvət edək və söhbətimizə başlayaq. Təhlükəsizlik üzrə ekspert Orxan Musayev bizimlə bərabərdir. Orxan bəy, buyurun gəlin. Orxan bəy, xoş gəldiniz. Özəlliklə son günlər qardaş Türkiyədə baş verən zəlzələ hadisəsindən sonra əlbəttə ki, bizim dağımızda müxtəlif suallar yaranır və insan nə vaxt panikaya, qorxuya düşür, əgər bir mövzu haqqında məlumatı azdırsa, vəziyyətə hakim deyilsə, istər-istəməz qorxu ilə qərarlar verir və ümumilikdə istəyirəm söhbətimizi buradan başlayaq. Zəlzələ anında hər bir kəsin mütləq bilməli olduğu və etməli olduğu ilk addım nədir? Xoş gördük. Sizi və tamaşaçıları salamlayıram. Çox vacib və aktual mövzuya toxunmusunuz. Son günlər qardaş Türkiyədə baş verən zəlzələ hadisəsi bir daha zəlzələ zamanı öncədən və sonradan görülməli olan təhlükəsizlik qaydalarını və bu tədbirlərin mahiyyətini gündəmə gətirir. Baxın, zəlzələ hadisəsi qəfildən baş verə bilən təbiət hadisəsi olduğuna görə onun öncədən harada və hansı vaxt olacağını proqnozlaşdırmaq mümkün deyil. Lakin bu hadisəyə öncədən hazırlıq səviyyəsini yüksəldərək biz minimum zərərlə qurtula bilərik. Zəlzələ hadisələrinə hazırlıq nədən ibarətdir? İlk öncə zəlzələ baş vermədən öncədən profilaktik tədbirlərin görülməsinin xüsusi əhəmiyyəti vardır. Bu profilaktik tədbirlər istər iş yerlərində, yaşadığımız mənzillərdə, bütün sahələri əhatə etməlidir. Belə ki, mənzillərdə zəlzələ hadisələrinə hazırlıq çərçivəsində hətta əşyaların düzgün formada yerləşdirilməsi, təşkil olunması diqqətə alınmalıdır. Məsələn, zəlzələ hadisələri zamanı mebellərin üzərində olan dekor əşyaları insanların üzərinə düşərək xəsarət yetirə bilər. Bu halların minimuma endirilməsi üçün əşyaların möhkəm və dayanıqlı yerdə qoyulması həyata keçirilməlidir. Pəncərələrin yanında yataq çarpaylarının, xüsusilə uşaqların yataqlarının yerləşdirilməsinə yol verilməməlidir. Çünki zəlzələ... Yol verilməməlidir. Təbii, bəli. Çünki zəlzələ hadisələri zamanı ən həssas yerlər pəncərələrin şüşələri hesab olunur. Yəni, ilkin mərhələdə şüşələr qırıla bilər və onun yaxınlığında olan insanlara xəsarət yetə bilər. Bu səbəbdəndir ki, qaydaların tələbləri də onu bildirir ki, pəncərələrin yanında dayanılmamalıdır. Deməli, Orxan bəy, Azərbaycan da bu təbii fəlakətlə bir neçə dəfə imtihana çəkilib və biz bilirik ki, bu həssas məqamlarda insanlar böyük bir panika yaşadılar və bu panika zamanında maarifləndirici işlərə böyük önəm verildi, böyük diqqət ayrıldı. Biz də buradan maarifləndirmə işlərinə surət verdik ki, bu mövzuda insanları maarifləndirək. Şəhər sakinlərinin də bu mövzu ətrafında sorğu keçirmişik. Görək, zəlzələ zamanında onlar necə tədbirlər görəcəkləri ilə bağlı məlumatladılarmı? Gəlin bərabər izləyək. Buyurun.
bildiyim qədərilə nə etmək lazım idi? Qaçdım dəhliz tərəfə. Çünki biz yüksək mərtəbədə qalırıq, 14-cü mərtəbədə. Yəni bildiyim o oldu. Yəni liftə minmək falan düşünmədim. Yəni təhlükəli şeylərdən biridir. Ona görə çərçivənin altında durdum məcbur uşaqla. Zəlzələ vaxtı təbii ki, liftə minməmək, bacardığımız qədər künclərə, yəni evdə yaşayırsa, bina evində daha diqqətli olmaq lazımdır. Yəni evin küncünə sıxılmaq. Qapının məsələsinin altına bildiyim qədərilə, çünki ora nisbətən sağlam olur axı, oralara sıxılmaq və yaxud da stol varsa onun altına girmək. Bu tip. Zəlzələ zamanı masanın altına gizlənərək, qapı arkalarda dayanaraq, əgər yatmışıqsa, yuxudan oyanmışıqsa qaçmayaraq, yəni liftdən istifadə etməmək lazımdır məncə. Çünki təhlükəlidir, liftdə qalmaq təhlükəsi var. Yüksək binalardan uzaqda durmaq lazımdır. Əgər mümkünsə çölə çıxıb binalardan uzaq bir yerdə durmaq lazımdır. Biz həmişə təlimlər keçirik. Məsəl üçün məktəbdə ki, belə ekstrem hallarda nə etmək lazımdır? Siniflə bərabər tez çölə çıxıb müəyyən olunmuş, əvvəlcədən müəyyən olunmuş yerdə bütün hamısını, bütün uşaqlarla görüşürük. Mən öz bildiyim məlumatlara əsasən, oxuduğum məlumatlara əsasən deyə bilərəm ki, bina daxilində isə əgər ya qapı altlarına gizlənməyi, ya da ki, evin içində stol varsa və ya onların altına girməyi, üstdən hər hansı bir təhlükə gələrsə və ya da ki, ən qısa vaxtda binanı tərk eləmək, amma liftlərdən istifadə eləməmək şərti ilə. Çünki liftlər özləri təhlükə ərz edir bu şərait altında. Və ya həyət evində isə həyət evləri çox böyük təhlükə yaratmır, sadəcə olaraq həyətə çıxaraq özümüzü müdafiə edə bilərik. Cəmiyyət içində normal küçədə isə əsasən hündür mərtəbəli binaların yanından kənarda durmağı və hər ehtimala maşınlardan da biraz kənarda dursa daha yaxşı şərait yaradaraq özümüz üçün. Mənim fikrimcə bu zaman ilk olaraq açıq əraziyə qaçmalıyıq. Ancaq buna çata bilmiriksə, bu zaman qapı kimi, belə deyək, cisimlərin altında gizlənə bilərik, küncə sıxıla bilərik və məsləhət görərdim ki, liftdən qətiyyən istifadə etməməliyik və əlbəttə ki, uşaqları, balacaları öz yanımıza çəkməliyik bu zaman. Mənim bildiyim qədərilə zəlzələ olarkən küncdə dayanmaq lazımdır. Yəni qapının belə deyək, evin küncündə dayanmaq lazımdır ki, onlar qırılmırlar. Stolun altına girmək lazımdır. Daha sonra əgər ikinci mərtəbədə, birinci mərtəbədə yaşayırıqsa, tez bir zamanda evi tərk etmək lazımdır və yaxud da o durduğumuz bölgəni tərk etmək lazımdır. Hündür mərtəbəli binalardan uzaq durmaq lazımdır, bu tip şeylər. Amma daha belə detallı məsələləri məncə ekspertlər daha yaxşı bilər və bizi məlumatlandırsa sevinərik. Zəlzələ anı ilə bağlı şəhər sakinlərinin fikirlərini dinlədik. Kifayət qədər nüansları sadaladılar və sondakı respondentimizin fikri ilə bir ekspertə üzümüzü tutaraq. Orxan bəy, baxın, sadaladıqları hallara ümumilikdə istəyirəm fikir bildirəsiniz, amma internetdə araşdıranda da belə məsləhətlər çıxır. Evin küncündə dayanmaq, qapıların altında dayanmaq və yaxud evin ən sağlam yer olduğunun dəhliz olduğunu vurğulayırlar, amma bunlar köhnə məlumatlardır. Misal üçün, bir 5-6 il əvvəlin, 7-8 il əvvəlin təlimatlandırıcı videolarında belə deyilir. Həyat üçbucağı və s. məsələlər. Amma son paylaşımlarda mən görürəm ki, tamam fərqli məlumatlar var. Ümumilikdə bir evdə və yaxud iş yerində zəlzələ anında ən sağlam yer hara hesab olunur? Masanın altı mı, masanın yanı mı və bunları biz birbirine necə ərd etməliyik? Zəlzələ hadisələrinə hazırlıq çərçivəsində doğru qeyd edirsiniz ki, dünya təcrübəsində müxtəlif növ metod və üsullar mövcuddur. Lakin son zamanlar qəbul olunmuş metodlara əsasən sizin qeyd etdiyiniz kimi həyat üçbucağı üsulu mövcuddur ki, bu həyat üçbucağı nədən ibarətdir? Hər hansısa bir zəlzələ hadisəsi baş verdikdə daha öncələr qeyd olunan masaların altında dayanmaq üsulundansa həmən qeyd olunan əşyaların yanında dayanmaq təklif olunur. Və həmən əşyaların yanında dayanmaqla onun üzərinə düşən hər hansısa bir tikinti materialı və yaxud digər əşya, evin tavanı məsələn. Bəli. Onun üzərinə düşən hər hansısa bir element tam, yəni üzərinə düşdüyünə görə yanında bir üçbucaq yaranır. Yəni insanın həmən qeyd olunan üçbucaq, yəni kiçik bir həcmli yerdə əlini başına tutaraq, başını və boynunu qoruyaraq dayanması daha effektiv hesab oluna bilər. Ancaq təsdiq olunmuş qaydalar onu bildirir ki, hər hansısa bir zəlzələ hadisəsi baş verdikdə mənzillərdə öncədən təhlükəsiz yer seçilməlidir. Təhlükəsiz yerin seçilməsində təsdiq olunmuş bir qayda var. Məsələn, qapıların arakəsmə hissələrində dayanmaq
ən təhlükəsiz yer hesab olunur. Çünki həmin hissələr daha demək güclü, daha sərt tikinti materiallarından istifadə olunaraq tikildiyinə görə həmin hissələrin çökməsi daha Az ehtimal. güclü zəlzələ təkanların nəticəsində yalnız baş verə bilər. Ancaq bayaq toxunduğumuz məsələ ondan ibarətdir ki, pəncərələrin, şüşələrin qırılma ehtimalı olduğuna görə yanında dayanmamaq, yataq deməli mebellərini onların yanında saxlamamaq, zəlzələ hadisələri baş verdikdə liftlərdən istifadə etməmək tövsiyə olunur. Bəzi hallarda hündür mərtəbəli binalarda zəlzələ hadisəsi baş verdikdə insanlar əgər binanın ən üst qatında yaşayırlarsa, çalışırlar pilləkənlərdən istifadə edərək binanı tərk eləsinlər. Ancaq onda nəzərə almaq lazımdır ki, zəlzələ təkanları bir neçə saniyə ərzində davam edə bilən bir təkanlardır. Yəni, əgər insan bir neçə saniyə ərzində mənzili tərk edə bilməyəcəksə, mənzildə dayanmaq daha təhlükəsiz hesab olunur, nəinki pilləkənlərdə zəlzələni haqlamaq. Deməli, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin xüsusilə zəlzələ zamanında necə özümüzü qorumalıyıq, maarifləndirici video çarxları var. Bunlarla da bağlı təqdim edirik, danışırıq. İstəyərdim ki, söhbətimizin bu məqamında həmin o video çarxı da təqdim eləyək. Çünki burada sual yaradan bir çox məqamlar var, amma dünya praktikasında da başqa məsələlər var. Gəlin izləyək. Buyurun. Zəlzələ qəflətən baş verən, bir neçə saniyə davam edən təhlükəli yer titrəməsidir. Zəlzələyə necə hazır olmalı? Zəlzələ barədə söhbətlər aparın. Evdə təhlükəsiz yerləri, yük daşıyan divar, beton sütun, qapı çərçivəsinin altını müəyyən edin. İçində müəyyən qədər ərzaq, su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın. Zəlzələ zamanı nə etməli? Təşvişə düşməyin. Zəlzələ zamanı 1-3 mərtəbəli binadasınızsa, binanı dərhal tərk edin. Unutmayın ki, daha təhlükəli olan ikinci təkanədək cəmi 10-15 saniyə vaxtınız var. Evdən çıxarkən ehtiyat çantası və mobil telefonu götürün. Binanı tərk edib açıq və təhlükəsiz yerdə dayanın. Əgər daha yüksək mərtəbədəsinizsə, mənzildə qalın. Lift və pilləkəndən istifadə etməyin. Vaxtı itirmədən qaz, su və elektrik enerjisini ümumi şəbəkədən ayırın. Evdə təyin etdiyiniz təhlükəsiz yerdə durun. Dayanıqlı masanın altında diz üstə çöküb və ya böyrü üstə uzanıb ayaqlarınızı bükün və əllərinizlə başınızı qoruyun. Azyaşlını öz bədəninizlə qorumağa çalışın. Zəlzələdən sonra nə etməli? Əgər evinizə ciddi zərər dəyibsə, ehtiyatla dərhal oranı tərk edin. Yaşadığınız binaya geri qayıdarkən şəraiti dəqiq qiymətləndirin. Unutmayın, qaydalara biganəlik həyatınıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin. Bax, bu maarifləndirici video çarxı da sizin diqqətinizə çatdırdıq. İndi yeni tikilən binalar var və bu yeni tikilən binaların hər birində təxliyə planı ilə bərabər toplama yerinin olduğunu da biz görürük. Çünki dəfələrlə həm ölkəmizdə, həm də qardaş Türkiyədə dağıdıcı zəlzələlərin şahidi olmuşdur ki, bu zaman demək olar ki, Azərbaycan Televiziyası həm proqramlarında böyük dəyişiklik etdi və həmçinin də maarifləndirmə işlərini sürətlə davam etdirdi və biz bildik ki, bir çox yeni tikilən binaların həyətlərində o toplama yerlərinin ləğv ediblər, bəzən parking eləyirlər, bəzən xüsusi bir market yaradırlar və yaxud nəsə bir başqa bir şeylə oranı doldururlar ki, boş yerdir. Amma bunun nə qədər vacib olduğunu hal-hazırda sizdən eşidəcəyik. Təbiətimizdə müxtəlif növ təbii və texnogen xarakterli təbiət hadisələri mövcuddur ki, zəlzələ də yalnız bu hadisələrdən biri hesab olunur. Ancaq zəlzələdən başqa da digər təbiət hadisələri baş verə bilər. Ümumən, bütün bu hadisələrə hazırlıq çərçivəsində insanların təxliyə olunmaq bacarıqları xüsusi əhəmiyyət kəsb edir. Çünki insanların birbaşa bu baş verən hadisələr nəticəsində minimum zərərlə qurtulmasında təxliyə olunma səviyyələri mühüm rol oynayır. Qaydaların tələblərinə görə istər iş yerlərində, istər yaşayış məntəqələrində insanların fövqəladə hadisələr zamanı təxliyə olunub da təhlükəsiz bir yerdə dayanması üçün toplama məntəqələri təyin olunur. Bu toplama məntəqələri bütün insanlara bu barədə məlumatlar verilir və insanlar hansı yerin daha təhlükəsiz olması barədə artıq düşünmürlər. Çünki toplama məntəqəsi təyin olunub, fövqəladə hadisə baş verir. İnsan mövcud olan qaydaların tələblərinə görə
təxliyə olunur və həmən toplama məntəqəsində dövlət orqanları tərəfindən verilmiş növbəti təlimatı gözləyir. Bəzən bu toplama məntəqələri mövcud olmadığına görə insanlar təhlükəsiz yeri doğru düzgün seçə bilmirlər. Bəzən digər binaların yaxınlığında və o binanın zədələnmə ehtimalını nəzərə alsaq, ən təhlükəli yerdə dayanırlar. Ona görə də istər yaşayış binalarının həyətlərində, istər iş yerlərində qaydaların tələblərinə görə təhlükəsiz yer seçilməli və toplama məntəqələri təyin olunmalıdır. Toplama məntəqələrində qeyd olunan parkinqlərin təşkil olunması və yaxud digər məqsədlərlə istifadə olunması yol verilməz hesab olunur. Və burada bir video çarxda çantalar var idi. Buyur əfəsim. Zəlzələdən qorumaq üçün Elnurun dediyi məqamda hər birimizin evində, ümumiyyətlə hər bir ailənin özünün ayrıca planı olmalıdır. Əlbəttə ki, zəlzələ və digər hallar üçün çanta və bir də belə bir nüans var. İş yerimizdəyik, evdəyik və övladlarımız məktəbdədir. Mən çox istərdim məktəblərlə bağlı da nüanslar vurğulayasınız. Təbii ki, bunu məktəb müəllimləri mütəmadi uşaqların yadlarına salmalılar, amma hər bir valideyn də bilsə, övladı ilə bu haqda danışsa, məktəblərdən sonra da iş yerləri ilə bağlı. Hər bir yerdə yəqin ki, yəni evimizdəki kimi təhlükəsiz bir ərazi seçilməlidir və zəlzələ çantasında vacib mütləq olmalı olanlar. Zəlzələ hadisələri zamanı ehtiyat çanta adlanan bu üsul çox lazımlı və vacib bir məqamdır. Çünki zəlzələ hadisələri zamanı bəzən insanların xəsarət almasına nə səbəb olur? Məsələn, zəlzələ hadisəsi baş verib, insanın qəfil yadına düşür ki, hər hansısa bir vacib olan sənədlər götürülməlidir və yaxud digər maddi dəyərli olan əşyalar götürülməlidir. Bununla da zaman itkisi baş verir və insan xəsarət alır və yaxud zəlzələ nəticəsində həyatını itirir. Buna görə də hər bir evdə ehtiyat çantası təşkil olunmalıdır. Bu ehtiyat çantasında zəruri tibbi ləvazimatlar, qida məhsulları, içməli su, fənər və yaxud zəlzələ hadisələri zamanı insanları məlumatlandırmaq üçün fit olmalıdır. Və həmən ehtiyat çantasında məsləhətdir ki, lazımi sənədlərin bir nüsxəsi yerləşdirilsin ki, hər hansısa bir hadisə baş verən zaman artıq ehtiyat çantasını əlçatan yerdən götürüb həmən obyekti, mənzili və yaxud yaşayış məntəqəsini tərk etmək mümkün olsun. Ehtiyat çantasının daxilində olan tibbi ləvazimatlar və qida məhsulları 3-6 aydan bir yenilənməlidir ki, onlar hər hansısa bir zərər görməsinlər və həmən ehtiyat çantasında yığılan qida məhsulları xüsusi olaraq uzun müddət zərər olmayan, uzun müddət saxlanılma qaydası olan konserv məhsullardan ibarət olmalıdır. Məktəblərdə və təhsil müəssisələrində şagirdlərin maarifləndirilməsi günü bugün həyata keçirilir. Bu tədbirlər nəzəri tədbirlərlə yanaşı, həm də praktiki formada həyata keçirilməlidir. Məsələn, beynəlxalq təcrübədə demək olar ki, il ərzində müxtəlif dövrlərdə zəlzələ və digər fövqəladə hadisələrə hazırlıq çərçivəsində həyəcan siqnalları verilir və şagirdlərin təxliyə olunma bacarıqları yoxlanılır. Mən sizə inandırım ki, artıq şagirdlər mənzildə, küçədə, həyətdə, iş yerində və yaxud bütün yerlərdə hər hansısa bir hadisə baş verərsə, özləri sərbəst qaydada təxliyə oluna bilirlər. Və hətta ailə üzvlərini, qoca insanları da belə təxliyə etməyi bacarıqları olur. Sizdən əvvəl də, yəni bir neçə gün bundan əvvəl də yanğınla bağlı bir qonağımız var idi Fövqəladə Hallar Nazirliyindən. Bu kimi təlimlərin aparıldığının video görüntülərini də təqdim etdik. Mütəmadi bu cür tədbirlər aparılmaqdadır. Orxan bəy, çox sağ olun gəldiyiniz üçün. Xatırladım ki, qonağımız təhlükəsizlik üzrə ekspert Orxan Musayev idi. Zəlzələ baş verərsə biz nələri bilməliyik? Bax, bu mövzu ətrafında çox maraqlı bir söhbətimiz oldu. Ki, təbii fəlakət uzaq olsun, insanlar yalnız üzündə təbəssüm olsun, sevgi olsun və biz də daha bir günə davam verişinin sonuna gəlib çatdıq. Sonuna gəlib çatdıq və istənilən bir anda öz təhlükəsizliyimizi və həyat keyfiyyətimizi qorumaq üçün bu mövzulardan agah olmağımız da vacibdir. Biz də bunun üçün əlimizdən gələni eləyirik və bugünkü efirdə bu qədər. Və sonda nə deyirik? Ürəyinizdən, sevgi dilinizdən təşəkkür heç bir zaman əksik olmasın. Qismət olarsa görüşərik.